Bilirsiniz ki, artıq Cənub qaz dəhlizi vasitəsilə Avropanın səhv eləmirəmsə 11 dövlətinə və 3 digər dövlətə üstəgəlməklə 14 dövlətə artıq Azərbaycan qazı çatdırılır və sonuncu bilirsiniz ki, Suriya prezidentinin Azərbaycana səfəri zamanı bu razılaşma əldə olundu. Artıq Azərbaycan qazı Suriyaya da çatdırılır və Suriyada Azərbaycan qazı ilə təmin edilir. Bu vacib məsələdir. Çünki hazırda dünyada artıq enerji resursları üzərində biz kəskin rəqabətin getdiyini görürük və Azərbaycan burada uduşlu mövqedədir. Nəyə görə hesab edirəm? Ona görə hesab edirik ki, Azərbaycan əlində olan resursları tək özü yox, digər dövlətlərlə bir yerdə paylaşır. Bu eyni zamanda da milli təhlükəsizlik məsələsi. Məsələn, artıq Avropa dövlətlərinin bir çoxu üçün Rusiya-Ukrayna müharibəsi fonunda enerji qıtlığı, enerji fəlakəti yarandığı bir dövrdə artıq Azərbaycanın aktuallığı və vacibliyi ortaya çıxdı. Və bu heç təsadüfi deyil ki, Cənubi Şərqi Avropa dövlətlərinin bir çox liderləri ölkə başçısı cənab İlham Əliyevlə məhz bu məsələdə masada bunu müzakirə etmək üçün görüşlərə, belə deyək də, cəhd edirlər. Məsələn, ən böyük dövlətlərdən biri İtaliyada Azərbaycan qazı ilə təhciz olunur. Bizim burada marağımız nədən ibarətdir? Birinci, Azərbaycanın iqtisadi, belə deyək, dayanıqlığı artır. Çünki təhsis olunan qazdan əldə edilən gəlir Azərbaycan dövlət büdcəsinə və digər sosial infrastrukturun yaradılmasına xərclənir. Bilirsiniz ki, bu gün Azərbaycanda 2-ci Qarabağ müharibəsindən sonra Qarabağ iqtisadi regionunun, rayonunun yenidən qurulması, bərpa olunması, Azərbaycan əhalisinin həyat səviyyəsinin yüksəldilməsi və digər sosial sahələrə məhz bu gəlirdən bu iqtisadi dayanıqlığımızı artırır. İkinci mühüm məsələ siyasi dividendlərin əldə edilməsidir. Biz hər zaman qeyd etmişik ki, Azərbaycan bu proseslərdə həm etibarlı, həm də etimadlı bir tərəfdaşdır. Bizim istədiyimiz nədən ibarətdir? Siyasi dividendlərin əldə edilməsi. Bu nədən ibarətdir? Azərbaycan olmadığı yerdə Azərbaycan haqqında, Azərbaycan milli maraqları haqqında söhbət getdiyi halda sizlərin, yəni o qaz təhciz olunan dövlətlərin Azərbaycan milli maraqlarına tərəfdar çıxması, Azərbaycanı müdafiə etməsi. Necə ki, biz bunun Macarıstanın simasında ən bariz nümunəsi Macarıstanda gördük. Hesab edirəm ki, enerji diplomatiyamız istiqamətində həyata keçirilən enerji diplomatiyası çox uğurludur. Məsələn, son dövrlər artıq bilirsiniz ki, Azərbaycan yaşıl enerjinin ixracı üzərində işləyilir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyin Aquapower və Massar şirkətləri artıq Azərbaycanda külək, su və günəş enerjisindən istifadə olmaqla onları enerjiyə çevirib istifadə olması istiqamətində olduqca vacib, belə deyək də, infrastruktur yaradıblar və Azərbaycan Qara Dəniz xətti ilə, dənizin altı ilə bu enerjinin Avropa dövlətlərinə çatdırılması işini həyata keçirir. Bu olduqca vacibdir. Dünyaya bir mesajdır ki, artıq bizim belə deyək də, illər boyu alışdığımız, etibar etdiyimiz alternativ enerjidən yanaşı mövzu olan alternativ bir yol da var. Nədir bu? Küləkdir, sudur, bir də ki, günəş enerjisi. Yəni bu yaşıl enerjidir. Həm də burada ekoloji bir proses var ki, biz ekologiyanın qayğısına qalır. Çünki bilirsiniz, bugün dünya iqlim dəyişikliyindən olduqca əziyyət çəkir. Yəni dünya COP29-da keçirilən görüşlər zamanı, Azərbaycanda Bakıda keçirilən görüşlər zamanı hansı fikirlərin səsləndirildiyi gözləyilir. Bu Azərbaycanın həm də iqlim dəyişikliyi istiqamətində dünya dövlətlərinin həyata keçirdiyi o siyasətə bir töhfədir. Yəni ölkə başçısı da qeyd etdi ki, artıq biz hansısa çənlər, neft mədənləri olmadan da gələcəyə addım ata bilərik, hansı bu alternativ enerji mənbələri hesabına. Bu da bir çağırış idi dünya dövlətlərinə ki, Azərbaycanın nümunəsi onlara göstərilirdi. Hesab edirəm, yaxın gələcəkdə məhz Azərbaycan enerji diplomatiyası istiqamətində həyata keçirdiyi bu siyasət Azərbaycana həm iqtisadi, həm siyasi dividendlər verəcək. Burada əsas amil ondan ibarətdir ki, Azərbaycanla bu sahədə əməkdaşlıq edən dövlətlər Azərbaycanın etibarlı və etimada əsaslanan bir tərəfdaş olduğunu hər zaman yüksək qiymətləndirirlər. Hər hansı bir iqtisadi və siyasi tənəzzüldən asılı olmayaraq Azərbaycan hər zaman bu sahədə bağladığı, dövlətlərlə bağladığı müqavilələri heç zaman pozmayıb və bundan sonra da pozmayacaq. Dinləyicilərimizə bir daha xatırladım ki, studiyamızın hazırki qonağı politolog Amit Əliyevdir. Amit bəy, elə biz ekoloji və dediyimiz o qloballaşmadan danışmışkən, cənab prezidentin çıxışında bir hissəni istəyərdim bölüşün və ardınca maraqlandıran bir məqam var. Və cənab prezident İlham Əliyev öz çıxışında deyir ki, 2022-ci ildə Xəzəryanı dövlətlərin dövlət başçılarının zirvə görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım.
Bugün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmışıq və dayandırmaq üçün daha doğrusu Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan həmçinin həmin dövlətin, həmin problemin həlli üçün BMT ilə sıx əməkdaşlığa hazırdır. Və burada diqqət çəkən bir məsələ, məhz Xəzərin sahəsinin azalmasının əsas səbəbi kimi ekoloji bir problem olmadığı qeyd olunur. Cənab Prezident nəyə eyham vurub, nəyə işarə edib, nəyə xüsusilə vurulamaq istəyib burada? Bəli, bu olduqca vacib bir məsələdir. Hesab edirəm ki, nəinki Azərbaycan, eləcə də Xəzər ətrafında olan 5 dövlətin hər biri üçün olduqca vacib məsələ. Məsələn, baxın, son 10 illikdə bu proseslər, süni yaradılan maneələr fonunda biz hansı, belə deyək, coğrafi dəyişikliklər gördük. Aral gölü qurudu və bu gün İranda çox təəssüf ilə qeyd edirəm ki, Urmiya gölü qurudu. Bu vacib bir siyasi addımlar atılmışdı ki, onun nəticəsində bu, belə deyək də, həyata keçirdilər. Bu min illər boyu bizim tariximiz məhz həmin göl ətrafında baş vermişdi ki, özündə saxlayırdı bunu. Bu qəsdən həyata keçirilmiş bir siyasət idi ki, indi bu barədə istəməzdim danışım, ancaq mən istəyərdim fikirlərimi Xəzər dənizi ilə. Bəli, bu bizim şimal qonşumuz Rusiya tərəfindən həyata keçirilən, bilərəkdən qəsdən həyata keçirilən bir siyasətdir. Çünki bilirsiniz ki, ümumiyyətlə Xəzərə suyunun əsas hissəsi Volqa çayından axır və Volqa çayı Xəzərə tökülən çayların 80%-ni təşkil edir. Və son dövrlər bu çaylar üzərində quraşdırılmış bəndlər, belə deyək də, Xəzər dənizinə tökülməsinin qarşısını alır. Çox az miqdarda Xəzərə su axıdılır. Buxarlandırma süni şəkildə daha çox aldırılır ki, Xəzər dənizinə su axıdılmasın və bunda bir məqsədə qulluq eləyir. Çünki bilirsiniz ki, Rusiya-Ukrayna müharibəsi fonunda şimal nəqliyyat dəhlizi demək olar ki, iflic vəziyyətə düşüb. Və burada alternativ nədir? Orta dəhliz. Və o da hardan keçir? Azərbaycan. Və Azərbaycana da hardan? Xəzər dənizindən. Bilirsiniz ki, ən ağır yük götürən gəmilər o Xəzər dənizinin səviyyədə düşməsinin fonunda artıq sahilə yanaşa bilmirlər. Bu müəyyən problemlər yaradır. Gəmilərin üzməsinə müəyyən problemlər yaradır. Və Rusiya da bunu bilərəkdən eləyir ki, məhz Xəzər dənizi vasitəsilə keçən Azərbaycana gələn və oradan da belə deyək, gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə Türkiyə və oradan Avropa ötürülən bu dəhliz, bax bu burada zəncir burada qırılsın, Xəzər dənizində qırılsın ki, gəmilərin hərəkətinə böyük maneçilik yaransın. Eyni zamanda bu Rusiyanın bir, belə deyək də, ekoloji təzyiqi kimi də qiymətləndirilə bilər ki, çünki biz nəzərə alsaq ki, Rusiyanın dənizlərə və okeanlara çıxışı, yəni sayısı hesabsızdır. Bundan əziyyət çəkməyəcək. Əziyyət çəkənlər kim olacaq? Azərbaycan Respublikası, Qazaxıstan, Türkmənistan, indi İran da əgər nəzər alsaq ki, Hind okeanına çıxışları var, o da çox elə əziyyət çəkməyəcək. Əsas bu ölkə daha çox əziyyət çəkəcək ki, bizim karbohidrogen ehtiyatlarımız da dənizdədir. Əgər suyun azalması davam edəcəksə, belə sürətli artacaqsa, bu sonda bu karbohidrogen ehtiyatlarının işlənməsində də öz mənfi təsirini göstərəcək və bundan da ən çox əziyyət çəkən Türkmənistanla Azərbaycan olacaq. Və yenə qeyd edirəm, bu artıq ekoloji problem yox, bir siyasi problemdir. Rusiya tərəfindən süni yaradılmış siyasi bir problem və Azərbaycana qarşı ekoloji təzyiq problemidir. Ölkə başçısı da məhz bu məsələnin dünya ictimaiyyətinin fikrinə çatdırılmasında əsas məqsəd ondan ibarətdir ki, baxın, dünyada ən böyük gölün suyun səviyyəsinin azaldılması ekoloji problemlər tutaq ki, haradasa 1-2%, 5-6%, bu 70-75-80% bizim şimal qonşumuz olan Rusiya tərəfindən bilərəkdən həyata keçirilən, belə deyək, hidrotexniki qurğular vasitəsilə icra olunur. Və bu sonda nəyə gətirib çıxara bilər? Artıq mən bunları dedim. Təbii ki, bu istiqamətdə dünya ictimaiyyəti, tutaq ki, BMT və onun ixtisaslaşmış institutları Rusiya Federasiyasına müəyyən təzyiqlər göstərilməlidir ki, bu proses aradan qalxsın. Bəli, təbii olaraq Xəzər dənizinin səviyyəsi son 100-150 ildə bir neçə dəfə qalxıb düşüb, bunu ekoloqlar daha yaxşı bilir. Onların sahəsinə girmək istəməzdim, mən ümumi məlumatları deyirəm. Amma son illər ki, bu proseslərin yaranması, bunun bir yolu var. Bu da Rusiya Federasiyası tərəfindən həyata keçirilən hidroterror. Bunu belə də adlandırmaqla hidroterror siyasətidir. Amma mənim sadəcə bu məsələdə anlamadığım, Hamid bəy, bilirsiniz nədir? Özünüz də qeyd elədiniz ki, dünyanın ən böyük gölü və digər dediyimiz o ekoloji məsələlər var burada. Amma siyasi ambisiyalar uğruna təbiəti, planetimizi və bütün regionu bu cür ciddi bir təhlükə altında qoymaq, hansı, burada həm də mənəvi tərəflər var da, hansı mənəviyyatın, hansı düşüncənin, indi təbii ki, siyasətin deyir bəzən
o həddi olmalıdır, bir çərçivəsi olmalıdır. Amma heç cür qəbul edə bilmirəm bunu ki, siyasi ambisiyalar uğruna bu cür addım atılmamalı idi ən azından. Bəli, mən sizinlə tamamilə razıyam. Mən hesab edirəm ki, ümumiyyətlə bilirsiniz, bu təbiətdə gedən proseslər, bu hamısı biz insanların həyatı ilə birbaşa bağlı olan proseslərdir. Bu indiki nəslə aid olan bir təbiət deyil. Bizdən sonra gələn nəsillərə də bu təbiət mövcud olan, belə deyək də, dəyərlər çatdırılmalıdır. Rusiya tərəfindən həyata keçirilən bu siyasət, çox təəssüf hissə qeyd edirdim ki, bu şəxsi hakimiyyətin, Rusiya hakimiyyətinin şəxsi ambisiyalarına hesablanmış bir siyasətdir. Çünki baxın, bu boyda bir gölün qurudulması istiqamətində Volqa çayının qarşısının alınması ekoloji fəlakətə gətirib çıxara bilər. Doğru. Bölgədə ekoloji, baxın burada nə qədər canlıların məhv olması gedir, suyun dövranından söhbət gedir, gəmilərin hərəkətindən söhbət gedir, insanların bu göldən istifadə edilməsindən söhbət gedir ki, hamısına zərbə vurur. Təbii ki, siyasət belə olmamalıdır. Siyasət bu kontekstdə ən azından aparılmamalıdır. Çünki Xəzər dənizi təkcə Rusiyaya aid deyil. Xəzər dənizinin ətrafında 5 digər dövlət var. Bu təkcə sənin ambisiyalarına uyub da bu məsələni bu istiqamətdə aparmaq düzgün deyil. Bu haqqa, ədalətə, düzgünlük prinsiplərinə uyğun olmayan bir siyasətdir. Çox təəssüf hissə ilə qeyd edir ki, bizim şimal qonşumuz bu siyasəti həyata keçirilir. Necə xarici siyasətdə, daxili siyasətdə, eləcə də ekoloji siyasətdə də bugün Xəzər dənizinə və Xəzər dənizinin ətrafındakı dövlətlərə qarşı bu siyasət həyata keçirilir. Bu nəinki Azərbaycana, Qazaxstana da təsir edir. Məsələn, Qazaxstanın müəyyən limanları var ki, orta dəniz səviyyəsi demək olar ki, Azərbaycandan daha çox aşağı düşüb və Xəzər dənizi geri çəkilib. Artıq orada belə deyək də dəniz ticarətində və dəniz limanlarında böyük problemlər var. Ticarət daşımalarında böyük problemlərlə üzləşirlər onlar. Hamısı da nəyə gətirib çıxardır? Bax, biz sizinlə birlikdə qeyd etdiyimiz bu proseslə. Bu belə deyək də toksik siyasətdir. Siyasət belə aparılmamalıdır. Əgər sən siyasəti aparmaq istəyirsənsə, digər bir dövlətlə nəyisə problemin varsa, bunu üz-üzə, göz-gözə aparmaq lazımdır ki, siyasi səviyyədə, ekoloji, mədəni, nə bilim, digər səviyyələrdə bunun aparılması artıq gücsüzlüyün bir nümunəsi kimi mən bunu qeyd edə bilərəm ki, digər rıçaqlar sənin əlindən çıxıb, sən artıq ekoloji, belə deyək də, siyasət vasitəsilə bizə təzyiqlər göstərməyə başlayırsan. El dilində belə bir söz var, cəhənnəmə gedən yoldaş axtarır. Sanki özləri uçuruma gedirlər və ətrafda nə varsa biz batırıq, hamı batsın. Bu çox yanlış yanaşmadır. Digər tərəfdən bizim bütün dünya əhalisinin yeganə vahid vətənimiz bu planetdə hələ ki. Yəni hələ ki Marsda koloniyanın qurulması filan məsələsi sözdə var. Ona görə ekoloji mövzularda heç cür siyasəti alət eləmək olmaz. Yəni necəsə buna bir son qoymaq lazımdır. Və ümid edirik ki, BMT və digər yüksək səviyyəli platformalarda müzakirəsi, dünya dövlətlərinin bu işə qarışması tez bir zamanda Rusiyanın və onun timsalında əgər kimsə bu məsələdə bir əli varsa, onların tez bir zamanda təsiri dayandırılacaq. İnşallah. Təşəkkür edirik sizə. Həm öz adımdan, həm dinləyicilərimiz adından gəldiniz və bütün məsələləri ətraflı müzakirə edik. Yekunda istəyərdim ki, sabahki anım gününlə bağlı da bizim dünənimiz, bugünümüz və sabahımızla bağlı fikirlərinizi alardıq. Həm siyasi müstəvidə əldə edəcəklərimiz, əldə etdiklərimiz, eyni zamanda gələcək bizə nələr verilir. Bütün aspektlərdə gəlib danışaq. 27 sentyabr Azərbaycanın dövlətçilik və müstəqillik tarixində ən vacib günlərdən biridir. Zəfərə gedən yolumuzun başlanğıcı bu gündən başlayıb. Mən sizin radio vasitəsilə fürsətdən istifadə edib həmin gün bu günün əbədiləşdirilməsi istiqamətində canlı qurban verilmiş, fəda vermiş 2783 şəhidimizə Allahdan rəhmət diləyirəm. Eləcə də bu gün bizlərin yanımızda olan, bizim qürur mənbəyimiz olan qazilərə Allahdan şəfa diləyirəm. Eləcə də fürsətdən istifadə edib ölkə başçısı Müzəffər Ali Başkomandana, Azərbaycan xalqına təşəkkürümü, minnətdarlığımı bildirmək istəyirəm ki, bu qələbədə bir olduq, bu qələbəni xalqımıza yaşatdıq. Bizdən sonra gələcək nəsillərə bu problemi biz qoymadıq, özümüz həll elədik. Şükürlər olsun Allaha. Bu bizim qan yaddaşımızdır. Bu bizim zəfər yaddaşımızdır. Gəncliyə, gələcək gəncliyə böyük bir mesaj var. İllər keçəcək, bugün unudulmamalıdır. Bu gün nəyin uğrunda mübarizə aparıldı? Dövlət quruluşunun saxlanması, ərazi bütövlüyün bərpa olunması, konstitusiyon quruluşun qorunması, dövlətin unitarlığın təmin olunması. Baxın, nə qədər əzəmətli bir gündür. Mən hesab edirəm, bizim tariximizdə çox gözəl günlər var. Müstəqillik tariximiz, milli dirçəliş. Ancaq hesab edirəm ki, ən qürur verici günümüz elə 27 sentyabr.
sentyabrdır. Biz qələbəmizi qanla aldıq. Biz qələbəmizi şəhidlərlə aldıq. Biz qələbəmizi Azərbaycan ordusunun şücaəti Ali Baş Komandanın rəhbərliyi aldıq. Və çox şükürlər olsun ki, Allaha qələbəmizi qorumuşuq, bundan sonra da qoruyacağıq. Əsas mesaj odur ki, gələcək nəsil bu günü qoruyub saxlamalı, özündən sonraki nəsillərə ən qiymətli bir ərmağan kimi təqdim etməlidir. Təşəkkür edirik sizə. Çox sağ olun, çox maraqlı məsələlərə toxundunuz əslində. Maraqlı mövzuları şərh elədik. Bir daha xatırladım ki, bugün həm sabahki 27 sentyabr